Məsələn deyək, bir nəfər birini götürüb qonaq aparır. Oturublar maşında yol gedirlər. Hey yolda soruşur ki, harda səni hansı otelə aparım? Mənim qonağım sana, mənlik hər şey. Bir bu təklif var, bir bu təklif var, seç görək. Axşama nə yeyəcəksən? Bu yeməklər var, seç görüm. Hey səndən soruşur ki, seçim elə yaxşılar arasında qonaq aparır səni. Sən də bilən deyirsən ki, zirzəmiyə gedirəm. Deyər ki, zirzəmi söhbəti yoxdur, böyük otel mənimdir. Harasını istəyirsən seç. Padvala niyə gedib girirsən? Padval mövzusu yoxdur. Görmüş oteldə desinlər, qazanxanada da bir dənə yer var. Qazanxananı seçməzlər. Mesela seçim mövzusu deyil o. Dünyada da belədir. Biz yol gedirik Allahla. Allah hey soruşur hər gün, hər saniyə. Harasına aparım səni? Mənim qonağımsan. Harasına gedirsən? Allahın sualı budur bəndəsindən. Cənnətin harasına getmək istəyirsən? Allah belə sual vermir. Cənnətə istəyirsən ya cəhənnəmə? Belə bir sual verməzlər. Bu hörmətsizlik olar insana. İnsan adlı varlığa qarşı ən böyük hörmətsizlik olar. Bu bir söz nəyə bənzəyir? Biri-birini qonağa aparıb. Oturub süfrədə gətirdiyi bu tərtəmiz bulaq suyudur. Tərtəmiz. Bu da zəhərdir. İkisindən birini hansını seçirsən? Sən seçərsən, dərhal suyu seçərsən, amma deməzsən ki, bu nə hörmətsizlikdir, mənə elirsən. Bu nə ehtiramsızlıqdır. Qonaq gedəndə nə deyirlər bizə? Hansından süzüm? Növbə-növ şirələrdir. Bizim üstündə, stolun üstündə təklif edirdi. Hansından çəkim, hansından süzüm, hamısı bir-birindən daddı. Buna deyərlər qonaqlıq, ziyafət. Allah da bu məntiqlə davranır. Bəs cəhənnəmdən ne üçün danışır Quranda? Cəhənnəmdən danışır, deyir ki, ehtiyatlı ol. Məsələn, bu oteldə falan yerdə qalsa, biraz diqqətli ol, pilləkəndan yıxılmayasan. O ehtiyat tədbiridir, seçim təklifi deyil.